Salam xanımlar və canımlar. Bu günləri çox maraqlı AFA mətbəxi növbəti buraxılışı ilə qarşınızdayıq. Bu günləri 205 qrupunun maraqlı skeç imtahanı olacaq. Əziyyət çəkiblər 3 ay ərzində improvizasiya aktyorluğu üzərində müəyyən tamaşalar hazırlayıblar məsəlki janrında. Çox maraqlı skeçlər hazırlayıblar. Çingiz Əlizadənin mentorluğu ilə birlikdə 3 ay müddətində maraqlı həm improvizasiya aktyorluğunun sirlərinə yiyələndilər, həm də ki çox maraqlı skeçlər hazırladılar. Baxaq görək nə hazırlayıblar. Xoş izləmələr. Nə hazırlamısınız bu gün? Deməli, birinci skeçimizdə bizim simic bir atamız var. Bu simicliyə görə onun ailəsində baş verənləri izləyəcəyik. Bizim ailəmiz bir məşhur TikTok akımı olan oyunu oynayır və atamızın maraqlı bir qonağı da gəlir. Yaxşı, baxaq görək. Skeçimizin də adı dinliyoruz, yargılamıyoruz. Görək də. Görək ata nə edir? Yəni görüm ha, bu ChatGPT-dir, nə ona nə deyim mənə? 150 manat çıx pul gəlib ya. Eşidirəm sən cahil insan. Necəsən? Mənə bax. Deməli, mənim aylıq çox pul gəlir işıq puluna. Mən neyniyim ona az gəlsin. Belə gizgiz suallarla mənə bezdirmirsən cahil insan. Sənə daha maraqlı, daha məntiqli bir sual verməyi xahiş edirəm. İstəyirsən səni həyəcanlandırım biraz. Həyəcanlandır. Sən ən böyük səhvin mənə bütün zibilləri açmaq olub. Arvadımın telefondakı meta mənim köhnə tanışımdır. İstəyirsən bütün zibilləri onu açım. Yox, sən o başın qaşda köpək olur. Mən sənə başqa şey deyirdim, Məndə ancaq zirzibillərdir, başqa heç nə yoxdur. Səndən də bir şey çıxmayacaq. Arvad anı. Mən evə gəlmişəm, arvadın xəbəri yoxdur məndən. Bəxtiyar, Hə, bu da bitib. ha, sən min dəfə demişəm ki, bunu ortadan eləməyin də, başvurun. Altdan sıxırsınız da, bunu belə gətirirsiniz, başa düşdü? Sənin bu xəsisliyin məni öldürəcək axırda. Belədir, nə var? Bir də gedin, zəhmət olmasa, qonşuda yuyun da. Şeydir, deyək, uşaqlar da deyək, orada gedib tualet girərlər. Yaxşı? Sənə də sözüm yoxdur. Eləməyin, yaxşı. Həqiqətən sənə də sözüm yoxdur. Çox pul xərcləmək istəmirəm mən bu aralar. Onsuz da, bata-bata gedirəm mən. Sənə demək istədiyim bir söz var. Niyə, nə olub sən Allah? Fuadın arvadı maşın alıb. Mən də istəyirəm. Sən nə istəyirsən? Bax, aşkım, həyatım, bax. Abıcım. Mən istəmərəm. Başa düşsən? Ki, amma mən narahat olaram. Deyəm. Biraz da cilvəni Biraz cilvəni. Abıcım. Şik kimi elə. Bax, mən istəmirəm. Ürəyin narahat olar. Ki, sən gedərsən, bir gün abar eləyərsən, amma o ürəyin partlayır. Yəni Fuadın arvadı maşını sürsün, mən sürməyim də. Məndə var da həyətdə gəlib sürərsən də. Çox xəsissən. Amma onu mən satacağam da. Salam, necəsən? Sağ ol, yaxşıyam, sən necəsən? Sağ ol. Sənə bir şey danışmaq istəyirəm mən. Danış. Yəni gör nə deyirəm yenə. Ata, şey var, sayt var, Nə saytı? arda-arda var, baxırsan. Amma mən evliyəm ya. Onu demirəm. Nə deyirsən mən? O şeydir, Marka gəldi. girirsən, yazdın, Yazdım. çıxır. Çıxır. Sonra da baxırsan. Ata, mən maşın almaq istəyirəm də. İstəyirəm ki, sən alasan mənim maşını, prosta. Necə elədi? Gördün. Sən bir, bu iki. Gördün. Səndən öyrənə al hamısını. Heç olmasa mənə almırsan, onu al. Valla. Buna bax. Tumuşun görsən. Bu da olmasa. Bildin də özün, yaxşı? Çünki qışqırırsan ondan. Gəl. Şey, Hər gün eşiyim. bir sən nə istəyirəm? Nə istəyirəm? 17 Pro Max. Hamı da var, məndə yoxdur. Yüksəkdən nə? Hamı 17 Pro Max. 18 çıxır bu insanlar. İndi bu 17 alsı şükür. 17 al. Hamı da var. 17-nin pislikləri. Qət edirlər. Cızılır, rəngi gelir, pili düşür. Sözlər qısaxlamır da, neyse? Nə olsun, bax al, bax hamı da var. Niyə sən xoşuna gedər ki, deyirlər, Bəxtiyarın qızında yoxdur. Yox. Bəxtiyarın oğlunda nə var ki, qızında olsun. Mən sakitəm. Mən o günlərim oturmuşam. Belə də. TikTokda fırlardı. Onun TikToku var. Sənin TikTokun var. Ya bir dənə düşən verin, nə olur? Başa düşmədim, TikTok işləyirsən?
TikTokda fırlanardım belə. Ha. Gördün mü bu tüklər Ha. bir də oyun oynayırdı. Diyoruz ama yargılamıyoruz da. Onun için bir şeydi. Sonra kızın senden qabaq. danışırdılar elə bildi. Hə, ondan oynayaq ondan. Oynayaq. Birinci bir başlasın da, hə? Başlasın. Hə, sən bax. Oyunun qaydalarını bilirsən də. Gözdən cəyimdən salıb, bir dənə bir iki dənə şapalaq vurayım. Oyunun qaydaları var idi. Sıra vuram dedim, cəyimdən vurum sallam. Oyunun qaydaları var, baba. Hə, yaxşı, başladı. Danışdığımız kimi. Hə, yaxşı, başla. Bax dedi ya, eləyən payına bir dənə yaxşı söz. Tamam, ha, bu nə danışdı? Sən benim təvə budur, ha? Başlayıram. Müzik başladı. Sənin kartın var idi. Onu verdim qıza. Əsəbləşmə. Bu oyundan sonra həyatda Yaxşı, o tərəfdə cırlar indi. Yaxşı. Yaxşı. Ben dedi eləmirsən, bə niyə sıxırsan? Otur uşağı, ha? Əsəbləşdin. Qızım sən danış. Mən çox böyük bir şey eləməmişəm. Mən yargılamırsan da zaten onsuz da. Aşkım səni çox istəyirəm mən. Vallahi. Yaxşı varsan. Nə oldu? Şeydi. Nə deyirsən, hə? Şeydi mən. Sən demişdin mən nənəgilə gedirəm. Nənəgilə getməmişdim. Qızlar Nəsibizə getmişdim. Ay, sevgili adam loxlayırlar ya. 50 manat verirsən. Söz. Heç nə vermirlər orada. Baxmırlar, eləmirlər, başa düşsənə. Amma yenə də olsun. Dənizdir də, başa düşsən. Qızın da başa düşsən. Sıla qızları sevir də. Amma bir də olmasın o. Yaxşı da. Sən nə yapırsan? Sən nə yapırsan, hə? Ailə var. Sən sakin. Ailə var. Üzü çox tərəfindən. Yargılamırıq da onsuz. Yarılanmırıq, de. O dəfə mamamın 300 manat pul atdım. Boy. Yandım Allah. Ha. Ha, vicdanımız olsun, Sən sədəşən kimi qarnın gedir. Ona görə cırlar da bəs. Ya vicdanımız olsun ya. Mən səhərin axşama kimi işləyirəm ki, evə pul gətirin, başa düşürsünüz. Sizin mənə yerdinizə bax, ya. Sizdən mən saçıma baxın, hə. Biz dur, bir top vur belə bir sənə. Mən pis oldum. Benim toyda. Bu kimdir? Bahtiyar! Bana bunu nasıl yaparsın? Bu kimdir? Baxdı ya. Bu kimdir? Aşkım, otur. Ha oturdum. Bax. Ha. Yani Abi yanına. bu kimdir? Bitcan gözlərim də. Bu, mən sənin üçün Türkiyədən kargo vurmuşdum. Otur. Temudan vurma. Başa düşürsən. Kargon yanına gedib gəlirlər. Yaxşı. Oturun. Of. Hani arvadını vızgır değişin yapacaktın? Sen nereden geldin buraya? Sulutepe'den geldim ben. Nereden geleceğim ben? Türkiye'den geldim. Sen şimdi buraya gel. Ne diyorsun ya? Az göz. Bahtiyar, turşu yer misin? Böyle mi oldu şimdi? Böyle oldu. Ay. Ne da ya? Neyse çıkacağım buradan. Ben seni bu halinle sevmiştim. Bu halinle sevmiştim seni ben. Onu koy yerine. Çek yeter, çek. Gitmeyeceğim ben. Gitmeyeceğim. Onu gözle. Bu Bəxtiyar. Atam sürprizi. Evet. Gəldi. Adı nədir? Gözüm var yerimde. Dur çek çek dur bir tarafa. Sən adamı, adı nədir? Bahtiyar senin aşkın mı? Aşkımdır ki yanında. Az deyil ki, Bəxtiyar sən aşkındır. Aşkım olmasa yanında nə edirəm? Az bir Kimdir bu Bəxtiyar? çimden. Bak. Cavab elə də. Dinleyirik. Yağmurlar oynuyorduk da. Düzdü. Hə, indi sən yargılamırıq. Oldu. İndi məndən düzdü. Hə. Birincisi tanış eləyim. O mənim universitetdən yoldaşımdır. Yəni qrup yoldaşımdır. Elə bir ayda oxumuşduq bu sözdə. Hə. Adı nədir? Sən də bir şey dinlə. Konuşsana. Ben Kübra Bey kızıyım. Bəy qızsan, sən? Evet. Ta kendisi. Nataş. Mənim də adım Cəmilə. Tanış oldunuz da. İndi məndədir də sıra. Yadındadır, sən hazırlığa gedirdin, ne? Mən o müəllimə pul vermirdim ki, sən kəsiləsən. Mən də müəllimə pul vermirdim ki.
Mən benim də vermirdin də. Yox, sən verəndə də vermirdin. Mən verdim baxın sənə. Verəndə də. Sən arxaya dur da, görməm sifətini. İnan pis bir şey desən ataram kartı deyərəm nə qədər atım. Hə, atsan at da. O da gəlir, o günləri, o günləri. Moldaydı ne? Mən girmiş ne? Baba, mən pulum yoxdur, nə oldu buna? O kartı mən bloklamışdım bilə-bilə. Anladın? Heç nə vaxt deyər. Otu yerində. Halalsa. Nə baxsan? Gerəksə. Sənə bir şey qehtaf eləmək istəyirəm mən. Nə? Tabii. Ulan yeter be! Azalım! Salak mısın Cemile? Nə deyir bu? Bahtiyar, senin gay barda ne hokkalar verdiğini söyleyeyim mi arabadana? Ne diyor sen? Gəlir. Ona xərcləyirdin nədir? Bahtiyar! Görüm. Stres. Rəstol. İyi tabii. Ay nəzakət, elə danışırsan ki, sanki mən istəmirəm mənim oğlum evlənsin. 2 dənə balam var, kim istəməz axı oğlu evlənsin? Elə danışsan ki, yox Cəbrayıl yaxşıdır, böyük olan. Allah'ın olsun, baldızımın ahına düşdüm, Quran and olsun ahına düşdüm. Bax, cavan qız olanda hələ arzu eləyirdim ki, bir dənə qızım olsun, bir dənə oğlum olsun da, 2 dənəsi. Elə bil, arvad mənə qarğış elədi. Deyirlər ki, qız bibisinə oxşayar da. Bu oğlan tərsinə oldu bacı. Bu böyük oğlan tərsinə oldu. Bax indi bu gün ChatGPT-dən də soruşmuşam ki, bəs bir dənə mən bu qızları yığım evə, sağ olsunlar orada gələcəklər. 3 dənə qız gələsidir. İndi mən bu qızları qəşəng bir şəkildə görüm buna sıraya bilirəm yoxsa bunu mu qızlara sırayıram? Mən bilmirəm axı nə tərsə bu gün bu iş həll olunmalıdır. Da sabaha qalmadı. Mən sənə hardasa birazdan zəng eləyəcəm. Yaxşımı? Oldu. Sağ ol, gözlədim. Nicat, hardasan? Ay mama, günəş kremim hanı? Nə hanı? Günəş kremim of yandırır. Nə yandırır səni? Günəş. Sən də məni yandırırsan. Gəl çıx bura, tez elə. Dayan. Qayıt təzdən gəl. Get qayıt təzdən gəl. Görürsən. Gəl. Burcutmadan gəl də, nə olar? Başına dönərəm. Qardaşın hanı? Cəbrayıl hanı? Qardaşımın arxasına düşmüşəm mən. O sənin arxasına düşməli idi. Səndən balacadır. Bəz nümunə götürdü ondan, nə olar? Kilo nümunədir o. Tuşqanın biri də elə böyütmüşsünüz ki, özünüz kimi böyütmüşsünüz onu. Özümüz kimi böyüksün, Mənlə sənə dimdik. Ay, Cəbrayıl. Cəbrayıl, eləmə də böyük qardaşını başına dönərəm. Səviyyəsiz. Yaxşı da yaxşı. Kül başıva elə. Mən sənə kişilikdən uzaq Yaxşı, deyim. yaxşı, eləmə. Sakit. Bu gün indi otur sən də. Az bax. Onu hardan götürmüsən? Mən də o. İndi qızlar gələsidir. Birazdan. Hə? Ver bura. Vermirəm. Qızlar gələsidir. 3 dənə xanım gələcək. Zəhmət olmasa sən onları qapıdan qarşılayıb içəri oturarsan. Yaxşı, bunu çıxartmayım. Hə, niyə eləmirəm? Zəhmət olmasa. Dimdiyə görə niyə eləmirəm ki? Eləmə də yaxşı da. Təstə. Bir dəfə Səviyyəsiz. gülməzdir. Sən nə olub? Buyur. Nə olar? Nə olar ki? Nə olmayıb ki sənə? Nə olub ki? Pilkan var mama. Var. Amma kaş əvvəldən pilqalaydıq səni. Problemim belə oldu sənə. Cəbrayıl! Ay Cəbrayıl! Cəbrayıl! Nə oldu? Ay salam. Sürprizdə bağ evlərim var, üç dənə dök. Nə bağ evi? Ay, Hə, qardaşlığa istəyirik, sən sorsan. Necəsiz xanım? Çox sağ olun. Adınızı bilmədim. Nə girdib oturdunuz evin içində? Adım Ləman. Hə, lap yaxşı Ləman. Necəsiz? Nə var, nə yox? Hə. Bəs şeydir, xalanız dedi ki, bəs siz də evlənmək istəyirsiniz, deyə gəlmisiniz. Ləman qızım, indi səndən bir şey soruşum da. Sən necə oğlanları sevirsən? Mən bir istibaslı. Mən indiki dövrün oğlanlarını bəyənmirəm. Necə yəni? Kişi sat oğlan istəyirəm də. Belə əlini yumurta sıxılır. Kül başıva elə. Sən evdə qalarsan. Yaxşı, Sən az. Nəsən? Sən nə edə bilərsən ki mənə? Saçlarını yolarım sən. Səviyyəsiz. Sən gəl. Dəli. Sən gəl. Sən evdə qalmısan. Sənə kimsə getməkdən evdə qalmaq. Sənə görə əsəblərim pozan deyiləm. Mən təzyiqim qaldı. Məsələn, Allah qızartfat eləyir. Evə gələn qonaqlarımıza belə o şey eləyir, özün göstərir biraz. Evcil reaksiya ölçür. Görə insanların reaksiyası necədir? Allah qəbul versin, kəssəsi ver. Bu oğlanlıqdan uzaq deyib, bunun başını bıraksan. Düz deyir. Heç qardaşına oxşamayıb.
İndi nə demək istəyirsən? Başqa bir şübhəli bir şey var. Vallahi var, mən şübhələnirəm. Yox, şübhələnmə. Hə, sözümüz yarımçıq Kim qaldı. sən axsın şübhələnirsən? Səni vəxşi. Səviyyəsiz. Ağzına bax bir dənə. Sakin. Bana bırakma. Adımı oğlan qoymuşsan. Bax, güzgəyə bax, özə bax, özə bax. Bir nə keçirsən? Bax. 2 dəqiqə bax gəlirəm. Hə, qızım, valla mən sənə bir şey deyim də, bizim vaxtımızda o belə kişilər var idi, hamımız çəkmişdik o kişilərdən. Allah haqqı lazım deyirlər, valla lazım Ona deyil. görə də yoxdur da indi belə kişilər. İndi biz qadınlar varıq da, rollar tərsinə düşübdür biraz. Neyniyə indi? Vallahi mən indiki kişiləri bəyənmirəm. Valla bu da elə bizim onlardan deyə, atası da yaxşı bir şeydir. Mən sərt oğlan istəyirəm. O evə girəndə mən qorxumdan durum ayağa. Bu da sərtdir. Bu nə sərsdir bu? Dildən sərtdir, yaxşı söz O heç sorma. oxşamır. Sən o ki kimsən? Adımı oğlan Ol get qoymuşsan. buradan. Özünü normal apar. Aparmasam nə O edərsən? üzünü görmüsən məni? O bir üzümü görməsəm yaxşıdır. Bu belədir. Bəzənmiş belə. Sən eləyərəm. Cəbrayıl, necə sevinirsən? Nə Elə eləyir biz ki? də çay içərik. Eləmə. Ya bizi də çay içərik. Bu oxşamır. Oxşamadı qardaş. Cəbrayıl 2 dəqiqə çölə apar, gəlirəm. 2 dəqiqə var. Bu maşınmaqya gedəsən. Ay bala, Cəbrayıl. Ay bala. Gel gel sen. Ay bala, çay Ay, içmə. yaşlı, başqa sağ ol, şey sağ ol, yox. sağ ol. Ay bala. Bu duruş baba nədir? Baba, bir dənə bunu görürsən, nədir bu? Neyinirsən? Mirvarilərimi niyə götürmüsən? Çıxar. Tezlə. 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 Əllərimi aşağı elə. Bu nədir? Niyə belə oldu? Mən kimin ağına Sən məni narahat düşdüm? edirsən. Xəbər üstündən başından cır-cındır yağır onsuz. Boğazı yığımsan mən. Bəs qutar da dayı. Sən kim Bu olmalıydın? mən öz karyeramı qurmaq istəyirəm. Karyera quracam mən özümə. Nə edirəm mən girmə evdən? Sən o çıxdığın karyera pilləkənindən 5 qat aşağı düşəsən. Sən ki məni belə yandırırsan ha? Az mətrə bir dənə qarğış eləyərəm. Özündən küsərsən. Sənə elə bir ana qarğış eləyərəm. Həyatım boyunca heç nə sənə bəs eləməz. Yaxşı, yaxşı. Cəbrayıl, hara getdi bu? İkinci qız hanı? Ay Cəbrayıl, nə oldun? Qızın yanına getdi. Salam qızım. 2 saatdır burada gözləyirəm mən. Üzr, say başa dönərəm. Mən bilmədim Cəbrayıl gətirəcəydi. Keç buyur, keç. Görüşmədik. Hə, xoşuma gəlmir, yaxşı. Necəsən? Nə var, nə yox, Nigar? Universitetə oxşur. Tələbə dedim də, Harvard qutarıb dedim də. Niyə söz soxursan? Burada ki, otur da, əşyalar qalıb da bunun zirzibilləri, hə. Otur qızım, necəsən? Nə var, nə yox? Nigar. Yaxşıyam, sağ Təhsil olun. necə Siz gedir? necəsiz? Sağ Həmişəki olasın. kimi. İstəyirsiniz özümü təqdim edeyim. Elə, bizə də Mən xoşdur. Nigar, 14 dənə universitet bitirmişəm, 14 dənə, axırıncısı isə Harvard olub. Hətta, bu da Harvardı bilir. Oradakilərin şəkillərinə baxır arada, özünə nümunə Nə götürür. yaxşı. Hə, Biraz oğlunuzdan danışın görək. hə, danışım. Nə danışım? Nə deyim? Oğlanlığımdan danış. Sən 2 hecəyə qutaracaq o. O 2 hecədir. Yazğan, biraz geniş danışaq da. Hobbiləri nələrdir? Az Hobbiləri. inkişaf istəyirsən sən? Yaxşı insan İnkişaf olmaq. bilsən nədir? Bəli. Canlılığı paylaşıb dilləri bəyənməyən belə oğlu olsun. Bax inkişaf odur. Eləmə. Zarafat eləyir, valla zarafat eləyir. İnsanların reaksiyasını ölçməyə bu çox sevir biraz belə. Adam balası ol. Qızım, sənin bir kişidə necə deyərlər onu? Sevdiyin, sevmədiyin xüsusiyyətlərin varmı heç? Ah, əlbəttə, Bu mən qədər çox oxumusan da. seçiciyəm. Demək, uzun boylu, baxışlarından belə o igidlik, cəsurluq yağmalıdır. Saçları belə düzgün, oturuşuna, duruşuna fikir versin, əlinə, qoluna sahib çıxsın. Yəni belə oğlan kimi oğlan olsun da daha nə deyə bilər? Heykəl olmasın da, hə, yəni oğlan. İnfarkt keçirdir bu saat. Ya. Dediyim kimi məzələnir insanlarla, xoşuna gəlir. Həyatla məzələnir bu insan. Mənlə də məzələnir. Valla siz məndən məzələnirsiniz. Yox, Allah haqqı, valla yox. Sadəcə elə bir reaksiya ölçür. Yəni mən bilirəm sən belə şeyləri, hörmətsizlikləri qəbul etmirsən. Belə sadəcə indi reaksiya, özün psixoloq yoxlamış olarsan da bilərsən yəqin ki, insan reaksiyası ölçürük. Eləmə. Hə. Hə, baxış atmadan düz deyən, nə olar? Yazığam mən. Hə. Biraz daha danışın. Hə. Ona Nə görə. danışım? Nə danışım? Özü danışsın. Siz Pozisiyamı çox almışam izah mən. edirsiniz. Özün danış. Pozisiyadan nə istəsən danışa bilərsən. Keç danış. Danışmırsan? Fors atdın. Trip atdın. Çıxsın getsin, mən istəmirəm beləsin. Evimizə qədər gəlib. Bu nə hörmətsizlikdir mənə edirsiniz? Ay qızım üzrlə Hörmətsizlik edirsiniz. kitabın da düşdü, təhsilin də düşdü. Sağ ol, belə üzrlə şey valla bir demirəm. problem eləmir. Mən bunu qəbul eləmirəm. Mənim başıma kül. Mənim başıma kül. Ana kimi mənim başıma kül. Çalmaz xanə tərsən.
Nə tərsən? Bu niyə belə əzilib büzülür? Biraz səni gördü qorxdu vallah. Qorxulasa da var mı? Hə, xoş gəlmisiniz, xoş gəlmisiniz. Salam, salam. Fatma Gül, mən səni sizə nəsə lazım idi? Çox baxdınız sağa sola, yuxarılara. Hə, qəşəng yeriniz var. Sağ olun, sağlığınıza qismət, çox sağ olun. Sən tək gələcəydin elə bil. Maşallah. Təkəm də, bacım, qardaşım atam. Hə, haycan. Nəyin budur? Nədir? Budur mama. Nədir ki, nə Nə oldu? budur? Amma Şeydir. bir şey oğlandı belə. Hə də Subaydı. Hə də uşaq vaxtı oynadığımız Nə də budur, 100%. Mənimkisi, evimin əri. Ay Fatma, necədir da? Uşaq vaxtı oynayırdın. Sən bir dəfə onu döymüşdün, qaçmışdın. Hə, ağlayır deyə. Ağzı burnu qırmışdı. Haycan. Hemen keçmir. Gəl otur, keç. Belə yaxınımda otur. Hə, nə olub ki? Qızıldır. Yaxınımda otur. Yol ver də. Çəkil görün. Evimin dirəyi. Hə. Nə yumuşaq şeysən, ay bala sən. Ay, Bax mən belə istəyirəm mənə vursunlar. Yenə vur. niyə? Ah eləyim məndə. Ata bax budur. Fatma, vurma da bala, yazıqdır. Vursan başına vur. Mən elə istəyirəm. Yox dəyişməsin. Abi. Mənim evimin dirəyi olacaq. Yenə qaldı. Bəli, buyurun. Ola bir sual verim. Buyurun, 5'in verin. Ayrıq maaşı nədir? Aylıq maaşımız nə qədərdir? Nə qədər qazanırsan? Sən yox, onu. Mən qazandığımı Mənim? desəm ona səhv eləməz. Yox, mən kişidən qalıbdı bunlar hamısı. Təsadüfən falçılıqla məşğul deyilsən. Yox, baldızın məşğul idi. Haycan. Neçə ay yardı? Bu bilmirəm ki, kişi almışdım. Siz niyə mən belə şey yoxdur, belə Dəstək. hə, yaxşı səsdir, yaxşıdır. Buna quşun. Evdə söz mənim Mən köçür. onu basmoydan götürmüşdüm elə biləm. Amma bir şey eləmədim valla. Bacım! Nə oldu be? Eləmə. Ərimi bıçaqlayıram. Gedin yerdən. Getdi. Sən nəsən? Oldu. Oldu. Sağ ol. Yaxşı, yox. Alo. Nəzakət. Hə mən oldu bacı, mən oğlu verdim ərə. Vallahi oldu bacı. Ayın 3-ü görüşərik səndən. Toyda, xınada, nişanda mən bilmirəm. Mən oğlanı İndi isə növbəti skeçimizin adı Milyonçudur. 2 dənə ailəmiz var. Biri aristokratlar, biri isə mənşəyi nə olduğu bilinməyənlər. Baxaq görək bunlara nə suallar veriləcək və sualların cavabı da necə olacaq. Salam Deməli, bugünkü verilişimiz milyonçu verilişidir. Verilişimizdə həmişə kimi kart ekrandadır. Kim gücü nəyə çatırsa atsın 5-dən 3-dən. Yaxşı deyib atalar, çörəyi ver yetimə, qalma möhtaç seçmə. Alış! İndi isə səhnəyə izninizlə aristokratları dəvət eləmək istəyirəm. Buyursun gəlsin aristokratlar. Adamın yerişində xarizma var. Adam istəyir soyunsun da birbaşa. Əli inanmadı. Əlinizdən müəllim, özünüzü təqdim edin, çox xahiş edirəm. Mən Əlirza Rzayev, uğurlu sahibkar və 3 nəfərlik ailənin xoşbəxt başçısıyam. Təşəkkür edirəm. Mən də sənə təşəkkür edirəm. Sən özünü təqdim edin, çox xahiş edirəm. Mən hamını salamlayıram. Mən Əlirza bəyin həyat yoldaşı və biz çox aristokrat bir ailədən gəlmişik və mən inanıram ki, biz bu günləri burada qazanacağıq. Mən də inanıram, tut bunu. Fırran, hop, otur. Özünü təqdim elə, balaca. Salam aleyküm. Salam aleyküm. Özüm təqdim eləməyim ehtiyac yoxdur. Çünki məni tanıyan tanıyar, tanımayan məzarlığa rezerv alar. Ətim töküldü. Amma qurban bu nə idi? İndi isə səhnəmizə mənşəyi bilinməyənlər gəlir, gəlsinlər. Sağ ol səsini. Arbadı, tamam, geç. Salam aleyküm Murat, nə var, nə yox? Həyatlı olsun da qəş. Yaxşı otur, yaxşı. Aziz Azim'in anlamı. Cəmaat bizə baxır. Adıdır. Mənim adım İntiqamdır. Bəs edir. Buyur həyatım. Adım da Duyğudur, bu qədər. Ehtiyac yoxdur. Sən adıdır. Süya bitti. Biz isə davam edirik. Təqdimata keçirik. Deməli nədir? Hər ailədən bir nəfər seçilər
və bu ailədə bir nəfər tez əl çalmalıdır. Kim tez əl çalsa, cavabı da o verəcək. Suala başlamaq istəyirəm icazənizlə. Suala başlamaq nə deməkdir? Reklamlarımız var bizim əlbəttə ki. Başlayırıq. 72 faiz sabunlar, salsan materialları, turbalar. Söhbətdə saxla. Davay, gedirik suallara. Gəlsin bura. Öz aramızda, mən bunu sizə təvazökarlıq olaraq eləyirəm. Öz aramızda qərar verin, kim birinci başlasın. Sən başla. Yox, sən başla. Nə? Qətiyyən, utanıram. Evimin dirəyi başla, yox, olmaz. Utanıram. Tez olun biraz. Şey, mən üstüm. Dərs başlayın. Siz zəhmət olmasa çox xahiş edirəm. İstəyirəm mən başlayım. Bəli, yoldaşım. Başlayaq. Siz nə istəyirsiniz, o da olacaq. Deməli, Azərbaycanda nömrə 1 söylən adam kimdir? Sən ola bilərsən, burada variantlar var. Kimdə gəlsin? A variantı, Kimdə gəlsin? işığı çəkən. B variantı, bu binaya daş qoyan. Daş qoyan, məncə daş qoyan. C variantı, telefonu çıxardan. Çıxardan. D variantı, səni mənə urtaq eləyən. Uzaq eləyən. Ay, sənin canın nədir? Ay, cavab o deyəm. Mən hepsən. Axı cavabı deyirəm mən. Hə. Bu, tez ol biraz, de cavabı. Mən evci, C ilə dərəsi qalmışam. Cavab variantı. Son Çünki qərarımdır. başqa, səhvdir o sizdə. Siz deyib, Sən başla. Bu sual elə bir biraz çox çətindir. Biraz mən düşünmək istəyirəm. Düşünün, düşüncənizə qurban, düşünün. 72 deyir. Cavab C variantı məncə. Bu necə məntiqdir? Bu necə təfəkkürdür? Bəli, doğrudur. Cavab C variantı. Dalqış. manat qazandı. İzləyici 5 manatdır, 5 manat qazandı. 5 manatınız var. O milyonda qalıb hələ. 5 manat hazırdır amma. İndi isə keçirik ikinci suala. İkinci sualda evin anaları başlayacaq. Amma kim birinci əl çaldı, cavabı da o verər. Sağ ol. Qızların anaları tərəfindən ən çox bənzədildiyi mənfi obraz kimdir? Çopak qızı məncə. A variantı, diqqətlə qulaq asın. Məncə çopak qızı. Qonşunun qızı. Çopak qızı. B variantı, qızın atası. C variantı, ata. D variantı, qızın bibisi. D variantı qızın bibisi. Mən bacıma sən nə olub eləmədim var, hə? Nə olub eləmədim var bacımla mənə? Bacım mənim bibim pisdir, anam elə deyildi. Vaxtınız bitdi deyənə qaldı, siz demirsiniz. Cavab Nə verin. vaxt bitdi? Siz deyin çox. Ey! Hay saldı deyəsən bu. Hər saldı. Çalmaq nə iş düzəlmirdi, səndir. Mən düşünürəm ki, burada B variantı Onu axırın. Baş xarab ya. B variantı deyil, amma ki şeydir. Uşağa qaldı da. C variantı. C var, alqış, alqış, çox xahiş edirəm, alqış. C variantı. Allah. Bəlkə də bunlar bugün burada milyonçu kimi getməyə bilərlər, amma mən burada milyonçu kimi gedəcəm. Yaşar söz deyirəm, cəmaat var da. Deməli, axırıncı sual gəlir balaca küçüklərə. Küçüksən sən kimsən məndən Balaca çox küçük küçük deyil. deyil. Balacalar da, balacalar. Şəkildə. Yaxşıdır. Yığmayım da belə cəmaat. Sakit. Yığmayım da belə. Sakit. Səbləşmə, şəkərin qalxır, səbləşmə. Sualı oxuyuram, diqqətlə qulaq asın. Qələt eləmiş. İşıq sürətindən daha sürətli nə hərəkət eləyir? A variantı, foton. B variantı, elektron. C variantı, ananın başmaq atması. D variantı, neytrino. Geç çaldın. Geç çaldın. Ay, çalma. Geç çaldın. Cavab. Bayaqdan görürəm, sən Deməli. mənə yoldaxlıq edirsən. Hav. Ay, ey! Mənə istəyir. Ulan asma elə. İşin olmasın, mən varım adım. Qoyaram sən. Qoyduğu kəfti durmur, hə? Görmürsən sən mən oturamıram. Görürəm, otur. İkinci həftəmdir. Görmürsən? Ey, normaldir biraz. Ya, Mənim anam mənə heç bir vaxt döyməsə də, o kəndçilərdən eşitmişəm ki, o başmaq var ya, sürətlidir. Cavab başmaqdır. Düzdür. Alqış. başlama oğlum. Ay Allah, alqış. İndi isə qalibimiz oldu aristokratlar. Böyük bir alqış, ürəkdən alqış. Durun.